44 yaşlı pasiyentimizdə submukoz miomanın tip 0 forması idi. Menstrual sikl zamanı qanaxmalar verirdi. MRT müayinəsində tam dəqiq miomanın ölçüsünün yerləşməsini təyin etdik. Aldıq histereziktoskopiyaya. Reziktoskop vasitəsilə fragmentar götürdük. Nə vaxt götürmüşük? Noyabr ayında. Noyabr ayında, indi may ayıdır. Noyabr ayından bu yana qanaxma falan yoxdur, şükür Allah. Sadəcə kontrol müayinəyə gəlib. Əvvəllər submukoz miomaya görə uşaqlığı çıxardırlar. Amma indi bilirsiniz ki, böyük olarsa submukoz intramural laparoskopik götürürük. Tipləri təyin edərək, bəzən hallarda da histeroskopik götürürük. Mən göstərmək istəyirəm görüntünü. Uşaqlıqda xırda miyomatoz ocaqlar təyin edilir öz yerində, amma bizi maraqlandıran endometrian içərisində olan mioma idi. Hər menstrual sikl zamanında qanaxmalar verir. İndi görürsünüz, tərtəmizdir. Endometriya heç bir problem yoxdur. Belə. Mən sənə görə şadam. Həmişə sağlamam. Elə 6 aydan bir müayinəyə gələrsən. Canım mənim.